İnsanlıq tarixinin ilk anlarında səma gözlənilmədən qırmızıya boyandı. Heç kim nə baş verdiyini anlamırdı. Yalnız bir həqiqət vardı. Bu, artıq geri dönüşü olmayan bir yolun başlanğıcı idi. O gün ilk dəfə qorxu sözə çevrildi. İlk dəfə qəzəb silah oldu və insan ilk dəfə insana düşmən kəsildi. Bu bəşəriyyətin ilk qanı, ilk çığırtısı, ilk müharibəsi idi. Bu sadəcə tarix deyil, insan adlanan varlığın qaranlıq içindən doğulduğu və öz taleyini ilk dəfə qanla yazdığı hekayədir. Video kanalın daimi izləyicisi Sevda xanımın istəyi ilə hazırlanıb. İnsanlar var olduğu gündən bəri həmişə bir-birləri ilə vuruşublar. Müharibələrin bir çox səbəbi vardı, amma bunlar mütəşəkkil müharibələr deyildi. Bəzi tarixçilər bu müharibələrin cəmiyyətlərin daimi məskunlaşmaya və əkinçiliyə keçdiyi dövrdə başladığını qeyd edirlər. Bu kiçik münaqişələr müasir müharibələrin başlanğıcına çevrildi. Tarixçilər ilk müharibənin nə vaxt başladığına dair dəqiq sübut tapa bilməyiblər. Lakin onlar ilk müharibə ilə bağlı mühüm qalıqlar aşkar ediblər. 2016-cı ildə aparılan bir tədqiqatda təxminən 10.000 il əvvəl Kenyadakı Turkana gölü yaxınlığında qurbanların əlləri bağlı, cəsədlərdə ox yaraları və sınıq kəllə sümüklərinin olduğu bir qətliamın baş verdiyi müəyyən edilmişdi. İnsanlar torpaqlar əldə edib özlərinə məskən saldığında ilk dəfə mülkiyyət qavramı ortaya çıxdı. Bu mənim tarlamdır, bu mənim evimdir. İnsanların sayı artdıqca onlar su və torpaq üçün bir-birləri ilə mübarizə aparmağa başladılar. Beləliklə yeni qavramlar meydana çıxdı. Biz və onlar. Bizim şəhərimiz, onların şəhəri. Bizim ilahımız, onların ilahı. Bu qavramlar insanları ortaq məqsəd yolunda ölməyə və öldürməyə inandırmanın ən güclü vasitəsinə çevrildi. Eramızdan 2500 il əvvəl Şumer mədəniyyətində iki güclü şəhər dövləti var idi. Laqaş və Umma. Aralarındakı gərginliyin səbəbi hər iki şəhərin can damarı olan Quyedana adlı mümbit ərazi idi. Bura nəzarət etmək sərvət və güc demək idi. Nəsillər boyu bu torpaq uğrunda hər iki xalq arasında xırda münaqişələr olurdu. Ancaq bu münaqişələr Laqaş taxtına hiddətli bir kralın, Eannatum'un keçməsi ilə yeni və daha qanlı bir mərhələyə qədəm qoydu. Eannatum özünü sadəcə bir kral kimi yox, həm də şəhərin baş ilahı Ningirsu'nun yer üzündəki təmsilçisi kimi görürdü. Mənbələrə görə ilahı ona yuxuda görünmüş və əzəli düşmənləri olan Ummayı cəzalandırma vəzifəsi vermişdi. Eannatum üçün bu müharibə sadəcə torpaq qazanmaq məsələsi deyil, həm də ilahi bir vəzifə idi. Ordusunu yığdı və tarixin gedişini sonsuzadək dəyişəcək bir səfərə çıxdı. Bu müharibənin hekayəsi bizə Eannatum'un əmri ilə ucaldılan və leş yeyənlər stili olan zəfər abidəsi vasitəsilə çatıb. Abidənin bir tərəfində ilah Ningirsu, düşmən Umma əskərlərini həbs etmiş formada göstərilir. Yəni bu zəfər mənim deyil, ilahımındır. Bizim davamız haqlıdır və tanrılar bizim yanımızdadır. Abidənin digər tərəfində təsvir edilən rəsmdə isə məğlub olan Umma əskərləri leş yeyənlərə yem olaraq buraxılır. Laqaş və Umma arasında baş verən bu qarşıdurma insanlığın gələcək taleyini sanki əvvəlcədən yazdı. Bu hekayə göstərdi ki, insanın içindəki qaranlıq istəklər, hökmranlıq, intiqam, güc ehtirası 1000 illər keçsə də dəyişmir. İlk qan o gün axdı və həmin an insanlıq geri dönüşü olmayan bir yola qədəm qoydu. O gündən bəri hər müharibə, hər dağıntı, hər fəryad elə o ilk addımın əks sədasıdır.